sabah imtahanım var. Və mən bütün gün istrikdə, oradan sonra 7-2-də, oradan sonra əyləncədə olduğum üçün gecə saat 12-dir, PDF, mən, PDF, ruçka, qələm, baxışırıq. İstəsə sizə bu necə belə qeyd çıxardıram, başa sala bilərəm. Çünki bu bir PDF-in qısaltmasıdır çünki. Çox qəşəng not çıxardıram. Özümə övmək kimi olmasın, notlarım çox qəşəngdir. Bu arada bir dəfə qeyd deyəndə insanlar onu qeyd başa düşmüşdü və qısa çox fərqli getmişdi TikTokda. İndi uşaqlar, mən son gün heç vaxt PDF oxumuram. Hamısını ChatGPT-yə atıram, qısaldıram, qısaltmadan da bura qısaldıram. Yəni qısaltmanın qısaltmasını qısaldıram. Getdik, görək neçə saat çəkəcək. 1 saat 30-dur, 1 saat yarım ülkə, 1 saat 30 saat nədir? 1 saat yarımda başlamışam, getdik. Saat 1-in yarısıdır. 40-cı sualdır. Amma oradan buradan gedirəm. Yəni 40 sual oxumamışam mən. Yəni 40 sual oxumuşam, təkrar etməmişəm hələ. Necə sualım qaldı? 9-cu PDF-dəyəm. 9-cu PDF-dəyəm. 15-i, 14-ü, 13-i həll eləmişəm. 10, 11, 12, 3 PDF-im qalıb 9-dan sonra 9 qutaram indi də. 3 PDF qalır. O 3 PDF-də qutardıqdan sonra ümumi təkrara keçəcəm bir də. 2-yə qutarsam çox zor olar, yatmaq istəyirəm çünki. Axşam 3 saat 21 dəqiqə dərs oxudum. Səhər də 2 saat sizlə dərs oxumuşdum və belə toplam 5 saat 21 dəqiqə elədi. Ümid edirəm imtahan hər birimiz üçün yaxşı olar. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.